İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim necə özünü aparacaq. Böyük güclərin mən nəzərdə tuturam. Və belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyür üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxtda biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu hələ ki işimizin tam, necə deyərlər, başa çatması deyil. Çünki müəyyən səbəblərə görə bizim torpaqlarımızda separatçılar hələ ki öz yuvalarını saxlamışdılar. Sülh məramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara əlavə, necə deyərlər, ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq bir şey onlar hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi, bunu onlar hesablaya bilməmişdir. Və il yarım bundan əvvəl bir günlük antiterror əməliyyatı separatçılığın kökünü kəsir. Onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bugün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm, burada xoşbaxt yaşayın, siz buna layiqsiniz, uzun illər əzab əziyyət içində yaşamışsınız, bundan sonra o əzab əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi. Allah balalarınızı saxlasın. Sağ olun.